Salam qızlar, necəsiz? İnşallah ki, yaxşısınız. Uzun zaman sonra keçmiş videolarım kimi səhər rutini ilə gəlmişəm. Səhər 7-də dururam. Hələ hava açılmamış olur. Günə kofe ilə başlayıram mütləq, yoxsa ayıla bilmirəm. Qızımın da ən sevdiyi yemək şokoladla çörəkdir. Ona görə yalnız səhər şokoladla çörəklə çay içir, sonra gedir məktəbə. Yəni yemək yeyə bilmir səhərlər. Mən yolkanı tez qurmuşam qızlar, çünki ən sevdiyim bayramdır, yeni il. Yəni bu işıqlı yolkanı hər səhər durub görəndə çox sevinirəm, çox xoşbəxt oluram. Belə qızlar çıxırıq, lifti gözləyənə kimi biraz balkonda təmiz hava alırıq. Burada baxıram məktəbə gedənlərə, nə bilim işə gedənlərə səhər-səhər. Sonra geri marketə, məktəbdə yemək üçün şirniyyat alırıq və yollanırıq məktəbə. Yəni bunu böyük tənəffüsdə yeyir qızım. Sonra mən yenə də ona yemək aparıram saat 12-də, 1-in yarısı. Çünki saat 3-ə 4-ə kimi məktəbdə olur qızım. Hazırlığa qalır. Qayıdıram evə, pəncərələri açıram ki, evi havalandırım. Sonra paltar yuyanı qoşuram. Bu videonu bəyənsəz qızlar, bunun ardıcı gördüyüm təmizlik işlərini paylaşacağım. Əvvəlki kimi evdə gördüyüm işlər necə yığışdırıram, necə təmizləyirəm, vlog kimi paylaşacağım. İnşallah ki, bəyənsəz bu videonu bəyənməyi, rəy bildirməyi unutmayın. Sizin səhər rutininiz necə keçir, onu da yazmağı unutmayın. Sonra qızlar biraz ortalığı yığışdırıram. Qızımın pijamalarını sakitcə qoyuram otağa. Çünki balaca qızım yatıb hələ də. Və səssizcə qapını örtürəm ki, oyanmasın. O durana kimi də biraz film falan izləyirəm ki, evdə səs-küy eləməyim, iş görmürəm o durana kimi.